Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Baku Postun efirində Futbolda Biz verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Bu gün də ölkə futbolunun ən aktual məsələlərini müzakirə etmək üçün bir araya gəlmişik. Mən bu gün tək deyiləm, qonağımız var. Qonağımız idman jurnalisti Ceyhun Rızayevdir. Çox sağ olun Ceyhun bəy dəvətimizi qəbul etdiyiniz üçün. Mən istərdim uzatmadan mövzularımıza keçək. Bildiyimiz kimi Qarabağ UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununu keçirəcək. Rəqib Ajaxdır. 10 dekabrda saat 21:45-dən etibarən oyun start götürəcək. İlkin olaraq bu oyun haqqında proqnozlarınızı öyrənmək istərdim. Qarabağın bu mövsümki çıxışları elədir ki, dəqiq proqnoz vermək olmur da. Məsələn, kim gözləyərdi ki, güclü Chelsea-dən Qarabağ xal alsın? Bəlkə də oyunun sonunda o epizodu dəyərləndirə bilsəydik, qələbə də qazana bilərdik. O baxımdan biraz proqnoz vermək çətindir. Bir də bizdə bir necədir? Məsələn, sırf məsələn, təhlil edirsən Qarabağın gücünü, rəqibin gücünü, fikirləşirsən ki, Qarabağ bu oyunu məğlub ola bilər. Məsələn, Chelsea-nin oyunda mən düşünürdüm ki, Qarabağın şansı yoxdur. Amma Qarabağ qalib gəldi. Sonra insanlar bizi ittiham edirlər, deyirlər ki, niyə Qarabağa inanmırsınız? Biz Qarabağa inanırıq, amma rəqibin də gücünü mütləq nəzərə almaq lazımdır. Kim istəməz ki, məsələn, Qarabağ Ajax olsun. Əlbəttə ki, udmağını istəyirik. Qarabağ xallara ehtiyac var play-off'a yüksəlmək üçün. İndi məsələn, çoxu düşünür ki, Ajax bu mövsüm uğursuz çıxış edir. Daxili çempionatda işləri qaydasında deyil. Çempionlar Liqasında ardıcıl məğlubiyyətləri var, amma 23-cü pillədədir. Bəli. Amma nə vaxtsa Ajax bu qara zolaqdan çıxmalıdır. Nə vaxtsa o xal və ya xallar qazanacaq, qələbə qazanacaq. Mən çox ümid edirəm ki, Bakıdakı oyunda olmayacaq bu. Qarabağ Çempionlar Liqasının play-off'una qalmaq istəyirsə, 24-yə düşmək istəyirsə, əlbəttə ki, qələbə əla olardı. Amma mən düşünürəm ki, heç-heçə də pis nəticə sayılmayacaq. Çünki burada 24-yə düşmək tək Qarabağdan asılı məsələ deyil. Burada rəqiblərin də oyunlarından çox şey asılıdır. Yəni Qarabağın deyək ki, bundan sonra Qarabağ neçə xal bəs eləyər? Ola bilsin 2 xal da bəs eləyə bilər, ola bilsin 4 xal bəs eləməsin. Digər oyunların gedişatı. Bəli, digər rəqiblərin nəticələrinə də asılıdır. O baxımdan mən düşünürəm ki, həddindən artıq ağır oyun olacaq. Bizim azarkeşlər səbirli olmalıdırlar. Futbolda məsələn, ola bilər ki, oyunun gedişində hesabda geri düşə bilərsən. Dəstəklərini davam elətdirsinlər. Çünki biz Chelsea ilə oyun göstərdi ki, doğma publik önündə Qarabağ biraz da ruhu yüksəkliyi ilə çıxış edir. Ümidvaram, yaxşı nəticəyə inanıram. Yəni yaxşı nəticə nədir? Əlbəttə qələbə əla olardı. Amma mən düşünürəm ki, Ajax-a uduzmasa heç Chelsea Qarabağ bu da qənaətbəxş nəticə sayılmalıdır. Biz bir sıra təhlillərə baxdıq. Yəni çox adam düşünür ki, Ajax Qarabağ üçün yem rəqibdir. Yəni sizcə Ajax-ı bu qədər gözümüzdə kiçiltmək bizim ziyanımızadır, yoxsa əksinə? Bizim ziyanımızadır. Bax, bunu Ajax-ın Qarabağın üzr istəyirəm. Ötən mövsümdə də Ajax haqqında, yəni Qarabağla qarşılaşanda Avropa Liqasında eyni fikirlər söylənirdi. Ajax sonra 3-0 hesabı ilə qalib gəldi Qarabağa. Amma həmin oyunda həqiqətən də Qarabağ o hesaba layiq deyildi. Qarabağın şansları da oldu. Sadəcə oyunun gedişatı belə alındı. Amma ötən mövsümki Ajax indikindən daha yaxşı idi. Biz necədir? Bu Ajaxın Qarabağ üçün yem olması fikri azarkeşlərdə formalaşıb. Azarkeş fikri başqa olur, mütəxəssis başqa olur. Mən %100 əminəm ki, Qarabağın futbolçuları elə düşünmürlər. Qarabağın baş məşqçisi elə düşünmür. Onun köməkçiləri, məşqçilər korpusu mümkün deyil. Yəni Ajax hər halda Ajax Niderlandın ən adlı sanlı klubundan danışırıq biz. Yox, Ajax Qarabağ üçün yem fikrini biz yaxına buraxmamalıyıq. Hər nə qədər Ajax bu mövsüm əvvəlkilərlə müqayisədə zəif çıxış etsə də, amma Ajax adı var. Orada çox təcrübəli və gənc futbolçulardan ibarət bir komandadır, istedadlı futbolçular var. Çətin olacaq Qarabağ. Qarabağ neynəsə Ajax bizim üçün yem olar. Bu oyunda hansı xüsusi taktiki gediş olsa yem saya bilərik Ajax-ı. Qarabağda heç vaxt xüsusi taktik gediş olmur. Qurban Qurbanov mühafizəkar, konservativ bir məşqçidir. İllərdir bir futbola baxışı var və eyni sistemlə oynayır, istənilən rəqibə qarşı. Məsələn, istisna kimi indi Chelsea-nin oyunun son 15 dəqiqəsində 5 mərkəz müdafiəçisinə keçdi, 3-cü stoper meydana buraxdı. Amma Qarabağın biz bilirik ki, ənənəvi bir sxemi var, 4-2-3-1 oynayırlar. Sadəcə bu sistemi ildən ilə təkmilləşdirməyə çalışır Qurban Qurbanov. Qarabağ nə edirsə, heç nə. Qarabağ öz ənənəvi oyununu oynayacaq.
Ajaxa qarşı və mən çox ümid edirəm ki, Qarabağ əldə etdiyi epizodları qola çevirəcək. Ən çox hansı oyunçu sizə parlayacaq bu oyunda? Düzdür, hər oyunda komanda demək olar ki, eyni performans göstərir, hamı ən yaxşı oyununu göstərməyə çalışır. Amma hər oyunun da bir parlayan ulduzu olur. Yəni bir oyunçu çıxır, demək olar ki, oyunun müqəddəratını həll edir. Məsəl üçün Napoli ilə oyunda Qarabağ xal qazansaydı, bu birbaşa Kohalskinin əməyi, əziyyətinin bəhrəsi idi. Digər oyunlarda da həmçinin Chelsea ilə oyunda, sonra Kopenhagen ilə oyunda. Sizcə bu oyunun ən kilid adamı kim olar? Kilid ismi deyirlər, belə deyək. Yankovicdən əvvəlki performansı görmürəm mən. O da nəyə görə? O bir müddət zədəli oldu və zədədən sonra hələ ki o istənilən o ideal səviyyəsinə qalxmayıb. Mən belə fikirləşirəm ki, Yankovicin oyunundan həm hücuma faydası, həm də müdafiə köməyindən çox şəxs olacaq Ajax maçı. Yankovicin elə dediniz, Yankoviclə son Napoli oyunda Mateus Silva ilə bir mübahisəsi oldu. Tribunadan çəkilmiş görüntülərdə biz gördük. Oyunun gedişində görməmişdik. Sizcə bu kimi hallar Qarabağın oyununa nə dərəcədə təsir edir? Yəni bu Qarabağın oyununda bir motivasiya aşağı salmaq kimi və yaxud da başqa bir mənfi nüansları varmı? Yox, mən ümumiyyətlə inanmıram ki, həmin o epizod Qarabağa nəsə komandaxili atmosferi korlasın, komandaya mənfi təsir etsin. Xeyr, bu futbol emosiya oynuyordu, futbolun içində olan hadisələrdə normal bir şeydir. Hansısa epizodla bağlı iki futbolçunun fikir ayrılığı ola bilər, amma mən əminəm ki, onlar yoldaşlar, dostdular. Sadəcə ani bir qığılcım idi, dərhal da söndü. Bəzi klubların məşqçiləri Bakıya gəlib mətbuat konfransı vermirlər. Əvəzində üstünlük verirlər ki, öz ölkələrində mətbuat konfransı keçirsinlər və sonra da Bakıya üst tutsunlar. Bu həm son Chelsea ilə maçda da oldu. Bundan qabaq bir neçə dəfə də belə bir hal baş verib. Sizcə bunun səbəbi nədir? Rəqib baş məşqçilər Qarabağı aşağı mı görür, yoxsa bunun səbəbi bizim belə deyək də idman jurnalistlərinin verdiyi bəzi suallardırmı ki, yəni bundan lazımsız bilirlər bura gəlməyi, bu konfranslara qatılmağı? Məncə sadəcə rəqibi kiçiltmək, rəqibə yuxarıdan aşağı baxmaq. Əslində mən onları da qınamıram. Yəni Chelsea hara, Qarabağ hara. Chelsea tək İngiltərə yox, dünyanın ən sevilən populyar klublarından biridir. 1 milyard avrodan çox borcu var, büdcəsi var. Qarabağ isə Chelsea ilə müqayisədə bir okeandakı balaca bir damla təsiri bağışlayır. Yəni futbolda əldə etdiyi nailiyyətlərə görə, büdcəsinə görə, imkanlarına görə sözsüz. Sadəcə odur, amma məncə burada ikili standartların pozulması məsələsi var. Çünki həm Qarabağ, həm Chelsea bu dəqiqə UEFA Çempionlar Liqasına çıxış edir. Yəni bu o deməkdir ki, Qarabağda ən azı yəni Chelsea qədər olmasa da bir özünə görə bir nüfuza sahib komandadır ki, bu Çempionlar Liqasına çıxış eləyir. Məncə burada UEFA-da problem var ki, yəni konfransların keçirilməsində UEFA cavabdeh olmalıdır və hamı da bir nəfər kimi gəlib çıxış eləməlidir. Razıyam, orada boşluq olmamalıdır. Yəni şərt kimi qoyulmalıdır ki, səfərdə milli komandaların mətbuat konfransı mütləq keçirilməlidir. Şərt qoymalıdır. O siz əvvəl də danışdınız azarkeşlərin dəstəyi barəsində. Mən istərdim bir məsələyə də toxunaq. Bu bilet satışının şəffaflığı məsələsi. Biz şahidi olmuşuq ki, yəni Chelsea ilə oyunda da şahid olduq. Biletlər satışa çıxandan sonra 10 dəqiqə ərzində bitməsi. Yəni istər azarkeşlər bilet tapa bilmirlər stadiona gəlməyə. Bu barədə fikirlərinizi öyrənmək istərdim. Yəni necə olur ki, bu 10 dəqiqə ərzində biletlər bitir, sonra hamı bilet axtarır? Açığı mən belə texnologiyadan o qədər də çox dərin məlumatı olan bir insan deyiləm və biletlər necə tükənir? Açığı mən bunu bu sahənin mütəxəssisləri bəlkə qiymət versələr daha düzgün olar. Mən ona fikirləşirəm, sadəcə tələbat çoxdur. İnsanlar artıq əvvəlcən bilirlər ki, biletlər saatın neçədə satış açılacaq. Hamı da əlinə telefonu götürüb və ya kompüterin önündədir, notebookun önündədir. Satış açan kimi də yəni tələbat çoxdur belə qutar. Ona qalsa məsələn də bir şey. Bu Midani evlərdə satışa çıxan kimi bir dəqiqə qutarır. Necə olur? Görürsünüz bunun yəni bu qarşısını almaq olmur. Kim cəhd tərpəndisə və ya kim o texnoloji bilikləri daha yaxşı mənimsəyirsə. Biz də almağa cəhd eləmişdik, amma ala bilməmişdik. Bildiyiniz sistem açılmamışdı. Sonra da ortaya bir məqam çıxır ki, baxırsan bir adamın sağlığına qismət 2000 manat maaş alır. Bu adamın hər bir imkanı var ki, 10 manat biletə pul versin, getsin Qarabağı dəstəkləsin stadionda. Amma sonradan bu adam zəng vurur,
Yəni bir jurnalist dostuna mı və yaxud da Qarabağın işləyən bir nəfərəm ki, bəs qardaşım sən mənə bir dənə bilet tap gedim Qarabağın oyununa, yəni azarkeşlik edeyim. Sonra da həmin adamlar gəlirlər. Ya mən neçə dəfə şahid olmuşam bu tribunalarda. Götürür telefonu, Qarabağın oyunu gedir. Qarabağ orada qol vurur, bu adam burada domino oynayır telefonla. Nə bilim, Qarabağ orada təhlükəli hücum açır, bu adam PES oynayır. Amma o Qarabağ maraqlandırmır, oyun maraqlandırmır. Sadəcə o mühit maraqlandırır. Yəni gəlsin bir dənə story çəksin. Şəkil çəkdirsin, sosial şəbəkə paylaşsın ki, Mən Qarabağın bəli, mən Qarabağ Chelsea oyununa stadiondan baxmışam. Amma bunların fonunda da əsl azarkeşlər kənarda qalır. Yəni bir Çempionlar Liqası elə turnir ki, hamımızın xəyalı olub uşaq vaxtı gedib o himni eşitmək, o Məncə bunun qarşısını almaq mümkün deyil. Yəni bu belə davam edəcək. Yəni necə qarşısını almaq olar? Yəni nə etmək olar ki, bunların qarşısı alınsın? Bilmirəm, son Chelsea ilə oyunda da hüquq mühafizə orqanları bu qara bazarda bilet satışını həyata keçirən bir neçə nəfər tutdular. Yəni bilmirəm, yəni bəlkə buna nəzarət daha da gücləndirilməlidir. Hər halda o qara bazarda bileti satan fikirləşsə ki, mənim tutulmaq ehtimalım var, mənim cəzalandırılmaq ehtimalım var. Bəlkə ondan çəkinib bunu eləməzlər. Amma mən düşünürəm ki, bunun qarşısını tam olaraq almaq mümkün olmayacaq. Belə. Azarkeşlərdən danışdıq. İstəyirəm Lənkərana cənuba yollanaq. Xəzər Lənkəranın bildiyimiz kimi fəaliyyətini dayandırmağına artıq 10 il keçib, amma Lənkəranda azarkeş sayı azalmır, futbola sevgi, məhəbbət ölmür. Buna misal olaraq deyə bilərik ki, Region Liqasına çıxış edən Lənkəran klubu ötən həftə Xıdırlı komandası ilə qarşılaşdı və protokola əsasən 2000-3000 nəfər stadiondan oyunu canlı izləmişdi. Halbuki Lənkəran stadionu dəqiq yararsız vəziyyətdə demək olar ki, yox, yararsız vəziyyətdədir. Yəni oturacaqlar dağılıb, stadion palçığın içində. Amma bu futbola məhəbbətə, futbola sevgiyə mane olmur. Yəni onunla müqayisə eləsək, daha sonra gəlib Premyer Liqada sıradan biri, misal üçün Qarabağla Karvan Yevlaxın oyununa baxırıq, 300 nəfər, 400 nəfər meydanda azarkeş olur. Yəni bu statistikalara baxsaq, sizcə nə ədalətli deyil? Nə ədalətli deyil? Təbii ki, biz istəyərdik Lənkəranın Misri Premyer Liqasında təmsilçisi olsun, amma indi Mübariz Mənsimov artıq neçə ildir komandanı buraxıb. Mən düşünürəm ki, yenə Lənkəran cəmaatı, o zonanın cəmaatı futbolu çox sevir. Onlar oturub gözləmədilər ki, Mübariz Mənsimov nə vaxtsa qərar verəcək ki, mən yenidən Xəzər Lənkəranı götürürəm, maliyyələşdirirəm. Yəni kimsə çıxıb bir kənardan sponsor da, yəni Lənkəranlı imkanlı, təbii ki, iş adamları var, imkanlı şəxslər var. Onlar komandanı dirçəltməlidirlər, yeni komanda yaratmalıdırlar və komanda yavaş-yavaş qalxıb yenidən Azərbaycan futbolunun elitasında olmalıdır. Mən bir neçə dəfə baxıram, hər il demək olar ki, bu AFFA-nın verdiyi lisenziya ayı gələndə ortaya gəlir ki, Lənkəran gələn il futbola qayıdır, Lənkəran gələn il diviziondan başlayacaq, amma yəni bu mümkün olmur. Hər il elə bir il uzana gedir. Yəni bunun səbəbi nədir? Mən yadıma gəlir ki, o vaxt Mübariz Mənsimov Xəzər Lənkəranın maliyyəni dayandıranda belə bir açıqlama vermişdi ki, nə vaxt ki Rövnəq Abdullayev AFFA prezident postundan getsə, mən Xəzər Lənkəranı yenidən dirçəldəcəm. Rövnəq Abdullayev artıq xeyli vaxtı yoxdur, amma Mübariz Mənsimov yenə komandanı götürmür, yəni verdiyi sözü əməl eləmir. Proqnoz nədir? Yəni qayıtmaq ehtimalı varmı sizcə? Qayıtmaq ehtimalı, yenə deyirəm, qayıtmaq ehtimalı sırf maliyyədən asılıdır. Komanda, indi Region Liqasının komanda reqlement vardır, qalxmalıdır ikinci liqaya, ikinci liqadan birinci liqaya, birincidən də Misri Premyer Liqasına. Amma bu tək dövlətdən gələn dotasiya ilə alınası iş deyil. Bunun üçün əlavə gəlir olmalıdır, əlavə sponsor olmalıdır ki, yaxşı komanda formalaşdıra biləsin. Özü olmayan, azarkeş olan Lənkərandan indi də istərdim ki, özü olub futbola olmayan Neftidən danışaq. Çünki komanda son vaxtlar çox qeyri-stabil performans göstərir. Samir Abbasov istefaya getdi. Neftçi zirəyə məğlub oldu. Kubok şansını da itirdi. Yəni deyək ki, Neftçinin Avrokuboklara belə vəsiqə şansı demək olar ki, aşağı düşüb komanda 7-ci pillədədir. Siz də Neftçinin bu vəziyyətdən nə xilas edə bilər? Neftçi nə etməlidir? Yerli baş məşqçi ilə mi davam etməlidir, yoxsa xarici mütəxəssis gətirib bir il yenə onu sınamalıdır? Xarici baş məşqçi gəlir, alınmır. Yerli gəldi Samir Abbasov, yenə alınmadı. Deməli, məsələ... Kimi araşdırarsınız Neftçinin bu dəqiqə postuna ki, o gəlsə Neftçi bu vəziyyətdən çıxa bilər? Bir Azərbaycanın məşqçinin adını çəkə bilərəm, amma indiki şərtlərlə yoxdur. Yəni 3-4 rəhbəri olmamalıdır. Tək komandanın
rəhbəri ilə birbaşa ünsiyyəti olmalıdır və ondan başqa heç kimə hesabat verməməlidir. Mən düşünürəm ki, Neftçini bu vəziyyətdən Rəşad Sadıqov çıxara bilər. Rəşad Sadıqov çıxardı. Amma indiki şərtlərlə yox. Yəni hər Nə dəyişməlidir? hər rəhbərin bir müşaviri var, hər rəhbərin heç də küll ixtiyar sahibi ona verilməli. Yəni zirədə necə rahatdırsa, ancaq klub rəhbərinə hesabat verirsə, məsələn Qurban Qurbanov ancaq klub rəhbərinə hesabat verirsə Qarabağda o cür. Yəni 5-6 rəhbəri olmamalıdır. Samir Abbasov kimlərə hesabat verirdi? Yəni onun bir deyildi də yəqin ki. İdarə heyətinin sədri var, idarə heyəti sədrinin müşaviri var, nə bilim, o başqa bir departamentin koordinatoru var, rəhbəri var, bilmirəm, belə vəzifə çoxdur Neftçidə. Ümid edirəm növbəti həftə Qarabağın UEFA Çempionlar Liqasındakı oyunundan sonra qələbə şərhləri ilə burada bir yerdə olarıq. Həmçinin digər klublarımıza da uğurlar arzu edirik. Çox sağ olun ki, dəvətimizi qəbul edib bura gəldiniz. Bizi izləməyi unutmayın. Gələn görüşlərədək hələlik.